Hər kəs salam. Bugün 8-ci sinif səhifə 63-də olan ümumiləşdirici tapşırıqlara baxırıq. Birinci sualdan başlayaq. Cədvəli dəftərinizə köçürərək kimyəvi rabitə haqqında düzgün və yanlış ifadələri müəyyən edin. A bəndi natrium atomu rabitə əmələ gətirdikdə bir elektron almaqla öz xarici təbəqəsini neon atomunun elektron təbəqəsinə bənzədir. Yanlışdır. Baxın, bu bir elektron alsa, ümumiyyətlə ala bilmir. Bu oksidləşdirici olmur. Elektron ala bilmir. Alsa belə onlar 12 elektron. Əvvəl 11 idi, sonra 12 olar. Bu səhvdir. B. Azot atomu 2 hidrogen atomu ilə birləşərək xarici təbəqəsinə uyğun təsis qazının elektron təbəqəsinə bənzədir. Xeyr, ikisi ilə yox, üçü ilə birləşə bilər. Sonra, yəni ikisi ilə birləşsə bu, axı belə olur. Olmur. Ona görə üçü ilə birləşməlidir. C bəndi. İyon rabitəsi müxtəlif əks yüklü iyonlar arasında yaranır. Müxtəlif əks yüklü iyonlar. Bəli, məsələn, natrium müxtəlif iyonlar olmalıdır, eyni iyonlar deyil. Yəni metal qeyri-metal iyonlardır və əks yüklükdə biri müsbətdir, biri mənfidir. Düzgündür. Süd və oksigen atomları kovalent rabitə ilə əmələ gətirməklə birləşir. Bəli, düzgündür. SO2 iki müxtəlif qeyri-metalın birləşməsinə yaranan rabitədir. Polyar kovalent rabitə demişdik buna. Y bəndi hidrogen və flor atomları birləşdikdə onların arasında iki kovalent rabitə əmələ yarar. Deyirsə bu səhvdir. Burada sadəcə bir kovalent rabitə olur. Və yaxud da 2 nöqtəni ifadə eləsək, bu 2 nöqtə 1 rabitəni bildirir. Bu da yanlışdır. İkinci suala keçid alaq. Anaqramları tamamlayın, tərifləri dəftərinizə yazın. A bəndindəki kovalent sözüdür. Kovalent. B bəndindəki oktet. Sonra iyon rabitəsi. Polyar. Bu nədir? Katyon. Qısa şəkildə deyək, kovalent rabitə qeyri-metallar arasında yaranan rabitə növüdür. Oktet qaydası NS2 NP6. Burada deməli element öz elektron formulunu NS2 NP6 bu formaya tamamlayır. İyon rabitəsi metal və qeyri-metal arasındakı rabitə növüdür. Polyar kovalent demək istəyir yəqin ki. Burada polyar kovalent rabitə iki müxtəlif qeyri-metal arasında yaranan rabitədir. Katyon isə müsbət yüklü iyondur. Üçüncü, dövrü cədvəldə elementlərin atom nömrələrini götürməklə H-xlor molekulunun elektron sxemini dəftərinizə tamamlayın. Deməli, dövrü sistemə baxırsınız, hidrogen 1-dir, flor 17-dir. Yəni, bunun bir dənə elektronu var, protonu var həmçinin və kütləsi də 1-dir. Bunun kütləsi də 36 götürək hər halda. Sizdə kitabda nə gedir? Əslində kütləsi 35.5-dir. Atom kütləsi tam ədəd olur. Bura elə gedək həmçinin. Hardan götürürük, onu da göstərək sizə. Aha, burada dövrü sistem var. Baxın, hidrogen buradadır. Kütləsi sıra nömrəsi 1, kütləsi də burada 1-dir. Sonra xlor. Bunu da əslində elə burada da yenə yaxınlaşdıraq. 35 tam %45'dir. 36 götürək də bunu. Bu məsələn hidrogen 1 tam %1'dir. Bunu elə 1 kimi götürür. Yəni riyaziyyatdan da bilirsinizsə yuvarlaqlaşdırmaq yəqin ki. 4-dən yuxarıdırsa bir vahid artıra bilərik. 35'dirsə 36 götürə bilərik. Suallarımıza. Deməli, hidrogenda proton sayı. Baxın, bu mavi olan hissə, bu hissə. Bu nüvədə proton 1-dir, neytronu 0-dır. Qeyd ediniz. Sonra bu 18 edir, bu yox.
19 eləyir. Deməli, bu xlordur, bu hidrogendir uşaqlar, bu xlordur. Deməli, xlorda proton sayı nə oldu? 17, neytron sayı nə oldu? 19. Gəl indi bunun elektronlarını yazaq. Hidrogenin bir dənə elektronu var. Xlorun isə 1s2, 2s2p6, 3s2, 3p5. Birinci energetik səviyyəmiz. Baxın, bu qara dairələr energetik təbəqələr bilir. 2 elektronu var. İkincidə 8 elektron var. 2s2p6. Sonra üçüncüdə isə 3s2, 3p5. Bir də bura qoyaq. 3s2, 3p5. Bu formada yaza bilərik. Dördüncü suala baxaq. Litium 2s birləşməsi haqqında aşağıdakı tapşırıqları tamamlayın. Litiumun və kükürdün iyonlarının yükünü müəyyənləşdirin. Müəyyənləşdirək. Litium 2s. Litium müsbət yüklü olur. Kükürdü isə burada mənfi 2 olacaq. Litiuma müsbət 1 yazırsınız. Məktub belə yaza bilərsiniz. S2 mənfi. Sonra litium və kükürd iyonlarının elektron formulunu yazın. Burada nə deyir? İyon. Litiumun sıra nömrəsi 3-dür. Yəni proton sayı. Neytralda elektron sayı 3-dür, amma müsbətdir. Yəni bu bir dənə elektron verib. Nə olur? 2 olur. O zaman necə olacaq? 1s2 olacaq formulu. Kükürd 2 mənfi isə sıra nömrəsi 16-dır. İkisini alıb 18 tamamlanır. 1s2, 2s2p6, 3s2, 3p6. İyonun elektron formulu bu formada olur. Atomun xarici elektron təbəqəsi kükürd iyonunun müvafiq təbəqəsinə bənzəyən təsir qazı müəyyənləşdirin. 3s2, 3p6. Sıra nömrəsi deməli 18 olan tapmalıyıq da. Helium, neon, argon. Olacaq argon. Və aşağıdakı elektron sxemini dəftərinizdə tamamlayın. Bu təsirsiz qaza uyğun. Kükürdə aiddir hər halda bu. Kükürd iyonuna aiddir. Proton sayı nədir? 16. Neytron sayı nədir? Bunun kütləsi 32-dir. Neytron sayı da 16-dır. Yazdıq. Söhbət kükürd iyonuna getdiyi üçün baxın, yenə bu elektron formula uyğun yazacağıq. 1s2, 2s2, 2p6, 3s2, 3p6. Deməli 3s2, 3p6. Abone olun, like edin, rey yazın, video linkini paylaşın. Sağ olun. 5-ci suala baxaq. Kristal qəfəsi verilmiş iyon orbitali birləşmənin şərt formulunu yazın. Yazaq. Görək, burada A ilə B görürük. Necə yaza bilərik? Deməli, bunu bir deməli, A-lar hansılardır? Narıncı olanlardır da. Gəlin A-lar sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. Yazdıq. B-lər mavilərdir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. Görürsünüz, sayılar eyni, yəni ixtisar gedə bilər. Şərt formulu olacaq A, B. 6-cı suala baxaq. Boşluqları tamamlamaqla mətn dəftərinizə köçürün. Kimyəvi elementlərin atomları stabil hala keçmək üçün elektron təbəqələrini tamamlamalısınız. 8, 2 və ya 8, 2 və ya 8. Burada nə olar? Xarici elektron təbəqələrini olar. Xarici elektron təbəqələrini yəni dublet vəziyyətə gəlir ya da çox tet vəziyyətə gəlir. 2 və ya 8 elektron tamamlamağa çalışır. Buna baxın 2 olursa dubletdir.
8 olursa oktetdir. Bu istəyirsiniz dubleti mötərizə alın. Yəni bu çox kimi kitabda daha çox oktetdən danışılmışdı. Oktet qaydasına uyğun ola bilər. Ə, Bu halda atomların elektron təbəqəsi qrup elementlərin elektron təbəqəsinə bənzəyir. Bu oktet SCMP6 neçənci qrupdur? 8A. Bu qrupun elementlərinin atomların xarici elektron təbəqəsi NS2 NP6 ümumi formulu ilə ifadə olunur. Onlar birləşmə əmələ gətirmir və təsirsiz qazlar adlanır və yaxud da nəzib qazlar. 7-ci suala baxaq. Aşağıdakı ionlardan istifadə edərək 6 müxtəlif ion rabitəli birləşmənin formulunu yazalım. Yazaq. İon rabitədə nə olurdu? Metalla qeyri-metal. Natrium müsbət, maqnezium 2 müsbət, alüminium 3 müsbət. Bu bizim metallarımız. Burada isə çox şey yaza bilərik. Amma 6 deyirsə, 6 da yazaq. Deməli, belə yazaq. Məsələn, birinci natrium və flor, maqnezium flor, sonra alüminium flor. Formullar necə olacaq, baxın. Natrium flor, maqnezium flor 2, sonra alüminium flor 3. İon 2 ilə bir gəlir bununla yaxınlaşır. 3 dənəsi belə. Sonra kükürlə də yazaq. Məsələn, natrium 2S, maqnezium S, birini də azotla yazaq. Alüminium N. Yəni, burada dediyim kimi çox yazmaq olar. Natrium 3N də yaza bilərsiniz. Sonra nə yazmadıq bir də? Maqnezium 3N2 yaza bilərsiniz. 8-ci suala baxaq. Laboratoriyada X, Y və Z maddələr haqqında müəyyən təcrübə məlumatlar əldə edilmiş və aşağıdakı cədvəldə verilmişdir. Cədvəli dəftərinizə köçürün və boşluqları tamamlayın. Deməli, ərimə temperaturu 1400-3500. Qaynama temperaturu 3500. Elektrik keçirilir, məhlulu mövcud deyil, kimyəvi rabitənin növü. Kristal qəfəsin tipi. Bu bərk maddə ola bilər. Elektriki keçirmir. Məhlulla mövcud deyil. Burada elektriki keçirmirsə, bu kovalent rabitəlidir. Kristal qəfəsin tipi də olacaq molekul kristal qəfəs. İlqə baxaq. Aha, kimyəvi rabitənin növü iyondursa, kristal qəfəsin tipi də iyon kristal qəfəs olacaq. İyon deməli, kristal qəfəsinə malik olanlar da suda məhlulun elektrik keçirici, məhlul mövcuddur və elektrik keçirir. Bərk halda elektrik keçirmirdi. Məhlul vərəntisi keçirir. Elektrik keçirici keçirir. Suda məhlulu da keçirir. Yox, belə deyək. Bərk halda keçirmir, yox, keçirmir. Maddənin özünə baxıq axı. Maddənin özü bərk halda elektriki keçirmir. Amma suda məhlulu keçirir. Burada diqqətli olaq. Z-ə baxaq. Suda məhlulu elektrik keçiricilik keçirmir. Ərimə temperaturu -150-300 arasıdır. Bu nə ola bilər? Söhbət, əgər metal olsaydı, -150 olmazdı da ərimə temperaturu. Demək ki, bu metal deyil. Elektriki keçirmirsə suda məhlulu, buna molekulyar ola bilər. Və molekulyarlar da yenə elektrik keçiricilik yox, keçirmir. Rabitənin növü kovalent deyək. Kristal qəfəsin tipi də molekul kristal qəfəs olacaq. Doqquzuncu suala baxaq. X16 və Y9 elementlərin atomlar arasında yaranan rabitəni və əmələ gələn birləşmə formulunu müəyyən edin. X16 nədir? 3S2, 3P4. Yəni 6A deməli.
yarım qrupunda yerləşir, qeyri-metaldır, kükürdür bu. Y isə 9-dur. Bu isə 2s2, 2p5. 7A-da yerləşir. Bu flördür. Rabitəni və mərcəyin birləşməni müəyyən edin. Burada baxın, flörün elektromənəfiliyi axı yüksəkdir, dövr üzrə soldan sağa getdikcə elektromənəfiliyi artırdı. Yəni, burada flör elektron alır. Elektron alır, mənfi 1 olur. Mənfi 1 olub, baxın, hansı vəziyyətə gəlir? Y-lə yazım ki, qarışmasın. Tərəfdə yazaq Y 9 idi, baxın, mənfi ola bilər. Uyğun təsirsiz qaz, özünə ən yaxın təsirsiz qaz formuluna keçir. 2s2, 2p6. Bəs bu X hansı vəziyyətə keçər? 3s2-yə keçmək, yəni dublet vəziyyətinə keçmək ona daha rahatdır da. Bu 16 idi. Bu artıq deməli nə qədər elektron verəcək? 3p4. 4 dənəsini verə bilər. 4 müsbət olsa, o zaman olacaq 3s2. 4 müsbət, amma biz burada nə dedik? Bu 1-in alır dedik. Amma 2 dənə flör olsa, 2 dənə yox, 4 dənəsi olsa 4-ün alır. Yəni S flör də orada olsa. Bu müsbət 4-dür. Baxın, kükürt 4-ün verir. 4 dənə də flör var axı. Hərəsi 1-in alır. Bu vəziyyətə düşür. Bizə bunun formulunu istəyir ki, X, Y, 4. Formulu belə olacaq. 10-cu suala baxaq. Deməli, metalların özünə məxsus xassələri olmasının səbəbi onlarda metal rabitəsinin olmasıdır. Metalların xassələri üçün uyğunluğu müəyyən edilir. Plastiklik. Plastiklik üfüqi və şaquli hərəkət edə bilən qatlarla əlaqəlidir. Bərklik delokallaşmış elektronlarla metal kationlar arasında güclü cəzb etməklə əlaqəlidir. Elektrik keçiricilik isə delokallaşmış elektronlarla əlaqəlidir. Bunun ədədli nümunələr də var idi. Məsələn, bərklik, biz məsələn, ərintisini hazırlayanda atom radiyası böyük olan metal əlavə edirik, bərkliyi artırdı. Səbəb bu elə C variantında yazılmışdır. Bu qədər, sağ olun. Gələn bölmədə görüşərik.